Nəfsin insanla bir söhbəti var. Onu danışıram sizə. Bir nəfs səni rahatlıqla aldada bilir. Sənə istədiyini elətdirir. Necə söhbət edir? Deyir, narahat olma. Ürəyindən nə keçir elə. 3 günlük dünyadır. Niyə ürəyində saxlayırsan? Əcəl ani gələcək. Bir anda gələcək. Həyatını yaşa. Niyə özünü sıxırsan? Son sözünə bax. Deyir, Allah bağışlayandır. Allah mehribandır, rəhimlidir. Səhər durarsan, tövbə eləyərsən. Allah səni bağışlayır, niyə narahatsan sən? Niyə ürəyində saxlayırsan? Bunu deyir, səhər açılır, gör neyniyir. Sənə dünə günah elətdirdi axı. Səhər tövbə eləməlisən, səhər durursan, tövbəni səni unutturur. Səni yadından çıxardır ki, sən tövbə eləməlisən. Qoymur sənə tövbə eləməyə. Sonra buyurur, deyir, sən hər dəfə nəfsivə udzanda sənin imanın zəifləyir.